محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الصلاة والسلام على سيدنا محمد وآله الطيبين الطاهرين، ولعن الدائم على أعدائهم أعداء الله من الآن إلى لقاء الله. أما بعد، وقال الحكيم في كتاب الكريم: بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. أوصيكم بنفسي بتقوى الله إن الله مع الصادقين. Özümü ve sizleri tekvaya davet ederim. Allah müteal bizleri tekva ehlinden qərar versin inşallah. Mübarək cümə gününü, mübarək günlərimizi Allah hər birimizə mübarək qərar versin inşallah. Əvvəla sözümə başlamamazdan əvvəl qeyd etmək istərdim ki, biz Allahın izni ilə Zilqədə ayının son ayı, son vaxtların yaşayırıq inşallah və qarşıda gələn Zilhəccə ayıdır ki, elə bu ayın fəzilətləri haqqında, bu ayın ən möhtəşəm ibadəti haqqında bugünkü cüməmizdə ərz edəcəyik. Əvvəla Zilqədə ayının axırıncı günü məsumlar içərisində bizim İmam Muhammed Təqi əleyhissalamın şəhadəti var. Bu da bizim tarixlə 18 maya daxildir ki, o vaxtda İmam Muhammed Təqinin şəhadət dönəmidir və Allah mütəal bizi o imamın ziyarət və şəfaətindən binəsib eləməsin inşallah. Zilhəccə ayının ilk əvvəl günü İslamın əziz Peyğəmbərimizin qızı xanım Zəhra və Əli əleyhissalamın izdivac günləridir. Və eyni zamanda Zilhəccə ayı məşhur aylar olduğu üçün Quranda bu ay haram aylardan hesab olunur və bu ayda ziyarətin vacib olmağı Peyğəmbərə zikr olunur. Və biz də elə mövzumuzu bu günləri həcc mövsümü olduğu üçün həccin vacibliyi və həccin gözəlliyi və həccin sirləri və onun əməlləri haqqında istərdim danışım. Əvvəla Qur'an-ı Kərimdə Allah mütəal Peyğəmbərimizə bütün vacib əməllərin hər birinin qaydalarını və düsturlarını Peyğəmbərə ayələrdə və surələrdə nazil edib. Və bizim üçüncü vacib əməlimiz, namaz və oruc, üçüncü vacib əməlimiz həcc əməlidir ki, və bu da vacib bir əməldir. Və bu vacib əməlin içərisində Allah mütəal Ali-İmran surəsində Peyğəmbərimizə buyurur ki, bu ziyarət, həcc ziyarəti vacib bir ziyarətdir və imkanı olan şəxslər bu ziyarəti əda etməlidirlər, yerinə getirməlidirlər və ziyarətin yerinə getirəndən sonra qayda və qanunlarına ömürlərinin sonuna qədər riayət eləməlidirlər. Həcc ziyarəti Peyğəmbərimizdən qabaqçı dönəmlərdə olunan bir ziyarətdir. Biz bilirik ki, Peyğəmbərimiz dünyaya gələndə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bilirdi ki, qiblə o zaman ki, insanlar ibadət elədikləri yer Qüdsə də var idi, bir dəstə insanlar Qüdsə çevirirdi üzlərin, bir dəstə insanlar isə Kəbə evinə. Allah mütəal bu qiblənin Kəbə olduğunu bir daha Peyğəmbərimizə sübut edir. Və Peyğəmbərimizdə Allah ziyarətə gedən qardaşlarımızın ziyarətini qəbul eləsin. Getməyənlər, siz əzizlərə Allah nəsib eləsin. Və Peyğəmbərimiz məsciddə ibadət edərkən Məscid-ül Əqsadan Məscid-ül Hərəmə, yəni Kəbə evinə üzünü çevir və o tərəfə, o istiqamətə ibadət elə hökmü gəlir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bütün insanları Allahın beyti, Kəbə evinin istiqamətində qibləsini tutub və ibadət eləməklərinin hökmünü Peyğəmbərimiz deyir. Və o məscid də bugünkü günədən qalır. Yəni, insanlarımız ziyarətdə getdikdə o məscidi də iki qibləli məscid deyirlər o məscidə. İnsanlar o məsciddə ziyarət edirlər, dualar, münacatlar edirlər və Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah həccin hökmlərini zikr elətdirir. Və həcc bir vacib bir əməldir ki, Allah mütəal bu əməli içərisində insanın ruhiyyəsinin, insanın cisminin saflaşmasını istəyir. Və həcc bir ailənin gördüyü bir işdir. Yəni,
Həc ziyarəti bu günləri ki, bizim zəvvallar, dünya müsəlmanları Kəbə evin ki, ziyarət eləyir, o əməllər ki, yerinə getirir, o bir ailənin gördüyü işlərdir. Mütəal Allah Qur'an-ı Kərimdə Həc surəsində, Bəqərə surəsində, Ənbiya surəsində və digər surələrdə həccin hökmlərindən danışır. Və həccin hökmlərini Allah bizə yad elədikcə buyurur ki, bu ziyarət elə bir ziyarətdir ki, Allah Teala insanın saflaşmasını, insanın vacib əməllərinin icrasının yolunun getməsində və insan bir daha Allaha gedən yolda sabit qədəmliğini istəyir. Misalən, həc ziyarətində ilk dəfə gedən insanlar həc ziyarətinə ümrə təməttüünün əməllərini edir. Yəni 5 dənə əməllərdir bu. Hər bir insan ziyarətə getdikdə vacib əcə birinci bu 5 dənə əməl eləyir. Və bu 5 əməl nədən ibarətdir? İnsanın birinci əməli odur ki, qusl edə və ehram giyinə. Ehramdan sonra isə Allahın beyti Kəbəni təvaf eləyə. Təvaf elədikdən sonra məqam-ı İbrahimdə namaz qıla və başın təqsir eləyə və səy və Mərvə dağları arasında səy eləyə. 7 dəfə səy və Mərvə dağı arasında səy eləyə. Bu 5 dənə əməl bizim, yəni ümrə təməttündə olan əməllərimiz. Amma həcc əməlləri ümumilikdə 13 dənə əməldir. Və vacib həcclə ümrə həccində fərq budur ki, vacib həccdə insanlar Ərəfatda, insanlar Miqatda, insanlar Mina dağında və digər vacib yerləri gezməklə yanaşı bu əməlləri yerinə getirir və ən böyük çətin əməllərdən biri də odur ki, onlar orada şeytana daş atırlar. Və bu əməllər nədən irəli gəlir? Bu günləri insanlar var, belə bir söz deyirlər, məclislərdə, tədbirlərdə ki, o şeytana daş atıb gələn həci yenə də bəzən görürsən, hələ şeytan onu azdırır. Bu necə olur ki, özü orada şeytana daş atıb, amma şeytan azdırır. Əvvəla onu qeyd eləyək ki, şeytana daş atan ilk növbədə Həzrəti İbrahim əleyhissalam olub. O, onun gördüyü əməldir. Yəni, bayaq ki, qeyd elədim ki, həc bir ailə ziyarətidir. Yəni, bu görülən əməllər bir ailənin gördüyü əməllərdir. Yəni, Həzrəti İbrahim əleyhissalam öz həyat yoldaşını getirir, Məkkənin ən, belə deyək, səhralıq bir yerində qoyur, Səfa Mərvə dağı arasında öz həyat yoldaşını qoyur və oğlu İsmaillə onu baş-başa buraxır və oradan uzaqlaşır. Bu, Allahın hökmüdür. Allah istəyir ki, burada bir dənə kəramət, bir möcüzə yaratsın və bu möcüzəni öz dostunun əliyinə istəyir eləsin. İbrahim əleyhissalam Peyğəmbərimizin 32-ci babasıdır və Allahın isə yaxın dostudur və Xəlilullah adı ilə Quran onu zikr edir, yad elətdirir. Və Həzrət İbrahim əleyhissalama Allah müteal buyurur, ya İbrahim, sən oradan uzaqlaş, sən öz əməlini yerinə getirdin, oradan uzaqlaş. Hazər qalır naçar ki, bəs mənim aqibətim nə olacaq? Mən bu uşaqla, bu səhralıqda necə olacaq? Və birdən uşaq su istəyir, yəni bu tarixi bilirsiniz, mən məsələnin kökünü istəyirəm sizə çatdıram. Allah Teala Həzrəti Hacərə, yəni Peyğəmbərin həyat yoldaşına işarə edir və o Səfa Mərvə dağı arasında 7 dəfə səy edir. O başa bu başa gedir dağa. Və bir də görür ki, oğlunun ayağının altından, Həzrəti İsmailin ayağının altından su çıxır. İbrahim əleyhissalam o yerə qayıtdıqda görür ki, ana və evladı səhralıqda suyun içindədir. Yəni, bütün səhralığı su basıb, ağla gəlməyən bir kəramət, bir möcüzə yaranıb. Bu gün də həmən o zəmzəm quyuları ki var ha, insanlar var, görürsən, deyirlər ki, birdən-birə 3 milyon adam, birdən-birə neçə milyon adam təvaf edir Kəbəni. Bu su çatacaq görəsən, bu Allahın kəramətidir. Bu kanaldan gələn sudur və yaxud hansısa bir ölkədən axınla gələn su deyil ki, biz buna görə narahat olaq. Bu, Allahın insanlara verdiyi ən böyük bir neymətdir. Bütün insanlara bu neyməti bəxş edir. Kimin vasitəsi ilə? Öz dostunun vasitəsi ilə. Həzrəti İbrahim əleyhissalamın vasitəsi ilə bu neyməti bəxş edir dünyaya. Və nə qədər o sudan dünya qidalandıqca, insanlarımız qidalandıqca, o suyun bir adı da rəhmətdir. İnsana dirilik bəxş edir.
İnsanlar var ki, o suyu üzünə vurduqda, o suyu içildikdə insanlara böyük bir dirilik bəxş olunur, böyük bir neymət bəxş olunur. Ona görə həcc ziyarətinin ilk əməlinin ilk addımı Həzrəti İbrahim əleyhissalamın əməlləri ilə və Həzrəti Hacər həyat yoldaşının əməlləri ilə başlayır və uşaq ikən bu hərəkət baş verir. Və Kəbə evinin tikilməsi isə Həzrəti İbrahim əleyhissalam oğlu İsmaillə inşa elətdirir. Biz Kəbə evinin bünövrəsi, Kəbə evinin o məkan olması, Kəbə evinin o məqamı olması haçandan irəli gəlir? İbrahimin mi vaxtında və ya İbrahimdən qabaq? Həzrəti Adəm əleyhissalamın vaxtında Kəbə evi var idi artıq. Həzrəti Adəm əleyhissalamın vaxtında Kəbə evi var idi. Və Kəbə evinin olması bundan irəli gəlir ki, çünki bizim Ərafatda bütün insanların bir yerə yığışması Həzrəti Adəm əleyhissalamın günahlarının bağışlanacaq yeridir. Yəni orada bizim ilk bəşər evladı Adəmin Allah günahlarını bağışlayıb. Ərafatda. Ərafatda Həzrəti Adəm əleyhissalam dua edir, Allahla münazat edir. Və tarixi mənbələrdə yazırlar ki, Həvva ondan çox uzaq olur. Və onlar Ərafatda görüşürlər, Allah mütəal Peyğəmbərinə xəbər edir ki, bu yer Ərafatdır, Ərəfədir və bu yerdə sənə bütün günahlarını bağışladıq. Yəni, Həzrəti Adəm əleyhissalamın o məkana gəlməsi o deməkdir ki, nədir? Kəbə evi var idi artıq, Kəbə evinin bünövrəsi var idi. Və Kəbə evini isə bünövrəsinin inşa elətdirən, onu belə deyək, davamlı şəkildə aparan Həzrəti İbrahim əleyhissalam bu əməlləri demək olar ki, əsas köklərini ortaya getirir. Həzrəti İbrahim əleyhissalam orada dua eləyir Kəbə evində, onun məqam-ı İbrahim deyilən yeri var. İbrahim əleyhissalamın əyaqları, bu günləri o insanlar ki var, deyir ki, ziyarətgahlar boşdur, Kəbə evinin bütün ətrafı ziyarətgahdır. Məqam-ı İbrahim var. Həzrəti İbrahim əleyhissalamın qədəmlərinin qoyduğu yer. Bugün görürsünüz də, deyirlər, Buzovnada, Zığ kəndində Həzrəti əleyhissalamın qədəm ziyarətləri var, qədəmgah ziyarətləri. Deyirlər, əleyhissalam bura gəlib görəsən. Məqam İbrahim, Həzrəti İbrahim əleyhissalamın əyağının izləri varsa, Həzrəti əleyhissalam da bir məsum imam olub, Peyğəmbərin əziz canişini olub, bütün dünyanın hadisələri son Peyğəmbər və son imama yetişdirilib. Və Allah da ona yetişdirib o məqamları. Və o məqam-ı İbrahimin arxasında namaz qılmaq. Bəziləri deyirlər ki, bu şirkdir, günahdır. Kəbənin yanında əyaq izinə namaz qılmaq günahdır. Kəbəyə namaz qılırıq. Sadəcə şəri mövzularımız. Peyğəmbərimiz buyurur ki, mən özüm məqam-ı İbrahimin o əyaqlarının izinin yanında ibadət elədim. Ne üçün? Elə bir insan bir yeri düzəldir, bir yeri yaradır, bir yeri təşəbbüs göstərir, oranı inşa elətdirir. Hər dəfə o yerdə olduqda nə deyirsən? Çox sağ ol, təşəkkür edirsən, sən buranı bərpa elədin, abad elədin, dağılmış bir yeri düzəltdin və buna təşəkkür edirsən. Əsas isə bu işin təşəbbüskarı kimdir? Allah özüdür. Əsas Allaha münazat edirsən ki, ilahi, sənə sonsuz şükürlər olsun ki, sən bu bəndəyə belə bir gözəlliyi bəxş eləmişsən ki, bu bəndə belə bir işi görüb. O bəndə də sənin dostundur. Yəni, birinci təşəkkürlük Allahadır və sonra onun bəndəsinədir. Biz orada namaz qılanda elə o demək deyil ki, İbrahimə pərəstiş edirik. Xeyr, Allaha dua edirik, münazat edirik ki, şükür olsun sənə ilahi. Sən öz dostluğu vəsilə qərar vermişsən və onun məqam-ı İbrahimin ibadət olunan yer qərar vermişsən və ona belə bir ucalıq bəxş eləmişsən. Bu bizi nə əsirliyi getirər? Dairə bizim üçün şərafətdir ki, biz insanı Allah belə ucaldıb. Deyir, bütün aləmlər məqam-ı İbrahimin əyağının izi ki var, o izə heyran qaldılar. Bütün aləmlər. Ne üçün? Dedilər, biz nə qədər işlər gördük, belə deyək, fəaliyyətlər göstərdik. Amma məqam İbrahimə Allah bu cünə böyük bir gözəllik verdi, böyük bir sirr verdi. Allah Teala Həzrəti İbrahimin qədəminə ibadət uzaq elədi. Və bu ailə başçısı, həyat yoldaşı, evladı İsmail
bunlar Kəbə evinin qurucularıdır və bu Kəbə evini Həzrət İbrahim əleyhissalamdan sonra bütün peyğəmbərlər silsilə şəklində oğlanları İsmail və İshaq və digər ondan sonra gələn peyğəmbərlər bütünlüklə Kəbə evinin müqəddəsliyi, Kəbə evinin qorunması haqqında Allah onlara hökmlər nazil edir. Ki o evi qoruyun, o evi boş buraxmayın, o evi Allah tərəfindən inaz üçün, dua üçün, razı niyaz üçün o evə yığılın və dualarınızı oradan edin. Kəbədə olunan əməllərin hamısı bu günləri baxsaq, insan ruhiyyəsinə böyük bir təsir buraxır. Qaydaq biz Ərəfəyə, Ərəfədə olunan duaların bağışlanmasına. Allah Teala insana, o ziyarətə gedən insana elə bir daha dünyada olan axirət sübutlarını göstərir. Belə deyək də, bizim namaz əməlimiz var, oruz əməlimiz var. Həcc əməli isə ən böyük bizim imtihanımızdır. Hələ bizim 11 il oxuduğumuz məktəbin son imtihanını veririk. Belə bir məsələdir. Biz imtihana veririk. İmtihanı isə başlayır burada. Sən Allahla gəlirsən, bu ibadətləri, namazı, oruzu yerinə getirəndən sonra həcc əməlində bir daha yenə də Allahla öz inacığı, öz əqidəvi, öz tövbəvi təzəliyirsən. Və Allahla razı niyaz edirsən ki, bundan sonra mən bir daha o günahlara qayıtmayacağam və sənə söz verirəm. Artıq bu söz vermə halı Kəbənin ibadəti ilə yanaşı Ərəfatda öz yerini tapır, təsdiqlənir. İndi şeytana daş atmaq məsələsinə gəldikdə, o bir simvolik əlamətdir. Onu Həzrət İbrahim atıb və insan şeytana daş atmaqla, orada şeytan yoxdur, daşdır orada. 25 metr uzunluğunda 3 mərtəbədən ibarət olan bir məqamdır, tikili. İnsanlar daş atırlar. İnsanlar bu simvolik əlaməti yerinə getirməklə Allah deyir bir gün, qiyamətin günü sual edəcək. Ziyarəti yerinə getirən insanlarla, Kəbə evini, ziyarəti yerinə getirən insanlarla, ziyarətdə olmayan insanların fərqi bu olacaq ki, Allah deyəcək ona ki, sən ibadət edirdin. Vacibləri yerinə getirirdin və vacib həcci yerinə getirdin və kiçik qiyaməti sən yaşamış adamsan. Qiyamətin səhnəsini görmüş adamsan. Sən gördün ki, qiyamət səhnəsi necə olur? Orada sənin ətrafında heç kim yox, giyindiyin ağ bir giyimdir, kəfəndir, ehramdır və orada hər şeydə artıq belə deyək, qohumlar, əqrəbalar, yaxının, gücün hamısı qaldı bir kənara. Vəzifəsindən, məqamından asılı olmayaraq hamısının giyimi bir, hamısının dilində zikri bir, hamısı razı niyazda, hamısı da eyni təvafı eləyir. Hamısı da səy eləyir, hamılıqla minada qurban kesilir. Bu əməllər hamılıqlandır. Və bu əməllər isə Allah insana zikr elətdirir ki, bu kiçik qiyamətdir və qiyamətin günündə də Allah sual edir ki, sən mənə söz verdin axı. Ərəfədə mənə söz verdin ki, bir daha günah eləməyəcəksən. 2. Sən şeytana daş atdın axı. Bir var ki, dilində deyirsən, Allah sənə lənət eləsin, ay şeytan. 5 dəqiqədən sonra yenə də oyuna dostsan. İşin düzəldi, yenə də oynasan. Amma bir də var ki, sən şeytana daş atmısan, simvolik əlaməti yerinə getirmirsən, Allah bunu gördü. Özü də orada bir dənə möcüzə var, qardaşlarımızdan ziyarətdə olanlar bilirlər. Allah hələ göstərir sənə ki, atdığın daşı da görürsən. Öz atdığın daşı özün görürsən, har atırsan. O boyda insanların içərisində. Allah da deyir, sual edir ki, şeytana daş atdın. Biz niyə görə o şeytanı qəlbində qovlaya bilmədin? Qəlbindəki şeytana daş ata bilmədin. Yəni, bu əməli də sən yerinə getirmirsən, bu əməlin icraçısı olmuşsan. Yəni, ne üçün deyirlər? Qiyamətin günü Allah həm hakimdir, həm vəkildir, özüdür. Ona lazımdır kimsə vəkillik eləsin. O özü deyir bu məsələləri sənə ki, bəs bu işləri sən gördün və niyə görə bundan sonra kiçik səhvlərə də yer verdin? Bu günlər o insanlar ki var, nümunə getirirlər, filan ibadət eləyən, filan ziyarətə gedən adam belə bir işi görür. O insanlara bir dənə söz deyin, bir adam ziyarətə gedib gəlməyi onun dinə münasibəti demək deyil. Onun o tərzidir, o yanaşması da o cürlə yanaşır və bir adam da ziyarətə getməyi din ondan ibarət deyil. Dinin baxışları başqadır. Dini insanlara çatdırmaq başqadır. Bu insanın qabiliyyəti, bu insanın Allaha olan inancı budur, bunu göstərir. Kəbənin evinin içində, ətrafında yaşayan adam
Kəbədən vaxtı, yəni belə deyək, ibadət vaxtı öz otağında oturur, öz qastinsasında oturur, öz dükanında oturur. Kəbənin içində namaz qılmır. Təsəvvür edirsən? Kəbənin içində bu adam namaz qılmır. Getsin ki, Allahın beytidir, bura müqəddəs yerdir. Mənim bütün həyatım, bütün ömrüm buradadır məhz. Bu adam bunu eləmirsə, yəni o adamların da əməlləri ki var, elədiyi əməllər, onlar da öz əməllərinə görə böyük hesabat çəkiləcəklər. Ona görə Kəbə evində deyir, o əməllər ki var, insan ki şeytana daş atır, onun bir hesabatı var. İnsan ki Ərəfətdə dua eləyir, Ərəfat günü Allahla münazat eləyir, onun bir məsələsi var. Gəlir miqat eləyir, şeytana daş yığır oradan, onun bir hesabatı var. Və eynə zamanda sonda qurban kesir. Qurban sözünün mənası yaxınlıq deməkdir. İnsan Allaha bir addımda yaxınlaşdı artıq. Allahın əmrini yerinə getirdi və tamamladı bu əməlləri. Yəni bu, belə deyək, bir neçə dənə ağır bir, çətin bir dönəmi yerinə getirdi və qurbanı kəsəndən sonra o hazırlıq adına yetişir. Və o əməldən sonra məsuliyyət onun üstündədir. İndi bu məsuliyyəti insan daşıdıqda ibadətlərində, əməlində, danışığında, bütün hər bir iş diqqətdədir. Kim tərəfindən? Allah deyir ki, mələk yönəldərəm ona. O insana ki, o insan söz verib, o insan Allahla razı niyaz edib, Kəbə evindən çıxıb öz evinə, öz vətəninə dönənə qədər və ondan sonra illərində ki, bir dənə səhv eləyər, deyir mələklərə, deyər ki, ilahi, bu adam artıq öz səhvini buraxdı. Bu adam öz sadiqliğini saxlaya bilmədi. Məsələ bugün budur ki, biz 313 nəfər deyirik ki, imamın əskəri olacaq. 313 nəfər. Dünya Peyğəmbər sallallahu aleyhi və səlləm 632-ci ildə, milad tarixinin 632-ci ilində Peyğəmbər dünyasını dəyişir. 2026-cı ildir milad tarixi. Bu 313 nəfər adam çıxmadı. Bu il Azərbaycandan 2 milyon, yarım 3 milyona təqribən ümumilikdə insanlar ziyarət edəcək. Azərbaycandan 700-800-ə yaxın insan ziyarət edəcək. Və ümumilikdə bu qədər insan, milyonlarla insan təvafda olur və Kərbəlanın özündə 30-40 milyon olur. Yəni bu milyonların içərisində 313 nəfər. Məsələ budur ki, o insanlar sona qədər verdikləri sözü saxlaya bilmirlər. İnsan olur ki, bir dənə səhvə addım atır və o səhvi ilə də nə olur? Öz o ağ vərəqini qara bir dənə ləkə buraxır. Və onu oradan təmizləmək çox çətin bir məsələdir. Çox ağır bir məsələdir. Yəni bir insan ki, bir günaha qədəm qoydu artıq, o əməllərin, verdiyin sözlər, yəni günaha da mürtəkib olandan sonra şeytan nə edir? Elə səni mübarizə aparır ki, ardıcıllıq şəkildə sənə çox atsın günahlarını və sənin haqqında pis fikirlər yaratsın. Və bəzən olub ki, insanlar ki, gəlib deyəndə, danışanda, gəlib demirsən ki, sən ziyarəti qeybiyyəmsin, niyə belə səhvlər edirsən? Deyir, neynim özündən asılı deyil. Yəni bilinir ki, məsuliyyəti bu adam anlaya bilmir. Və bu məsuliyyəti anlaya bilmədiyi üçün bu işə qədəm qoyur və bunu başa saldırdı da bu adam hələ bilmir ki, bu məsələlərin ağır bir yönəmi axirətdə ortaya çıxacaq və məsuliyyətin hissini onda anlayacaqsa o gec olacaq. Ona görə Peyğəmbərimiz buyurur ki, Kəbə evinindən, ziyarətdən qayıdan insan eynən körpə uşaq necə dünyaya gələr? O cürdən olur. Elə bir ki, uşaq dünyaya günahsız gəldiyi kimi, Kəbəni də ziyarət edən insanlar dünyaya yeni həyata gəlmiş hesabındadırlar. Və onlar artıq bağışlanmışlardandırlar və onlar öz əməllərini, öz təqsirlərini boyuna alıb Allahdan əfv istəmişlərdilər. Yəni bir halda ki, Həzrəti İbrahim orada bağışlanıb, bizim ilk insanımız, ilk Peyğəmbərimiz, orada Allah onu bağışlayıb. Bir halda ki, Peyğəmbərlər orada dualar ediblər, münacatlar ediblər, insanları bir hədəfə yığıblar. Bir halda ki, Allah Teala oranı qoruyub böyük ordular tərəfindən ki, onların tarixdə oxumusunuz, bilirsiniz, danışılıb o mövzular sizə. Yəni Allah qoruduğu yeri insanlar üçün qoruyub, özünə lazım deyil onun. İnsanlara lazımdır bu yer. Və insanlara da göstəriş verir ki, bu evə sən illərlə ibadət eləmirsən, istiqamətli tutmusan, bu evə ibadət eləmirsən sən, bu istiqamətdə namazlarını qılmısan və bu istiqamətdə yeməklərini yemirsən. Bilirsiniz ki, halallıq olmaq üçün heyvanları hara çörmək lazımdır üzün? Qibliyə çörmək lazımdır. Və qibliyə çörüb onu kesəndən sonra o sənə halal olar.
Və bu məsələlərində, yeməyində də, içməyində də, niyyətində də, duanda da, razı niyazında bütün həyatın sənin buradır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kəbənin hörməti, Kəbənin məqamı insan üçün çox önəmlidir. Amma bir dənə söz deyir. Deyir, möminin izzəti, hörməti Kəbədən də hörmətlidir. Sözə bax, mömin adamın hörməti, izzəti Kəbəni kim hörmətə getirib yetişdirəcək? Kəbəni kim o məqama getirib çatdıracaq? Möminlər eləməlidir onu. Yəni, mömin özünü elə aparmalıdır ki, cəmaat bilməlidir ki, bura ehtiram eləyən mömin bu şəxsdir. Yəni, buranı belə qoruyur. Həzrət İmam Hüseyin əleyhissalam necə oldu ki, Kəbədə ziyarət mərhələsində tezliklə Kəbəni tərk edir. Ne üçün? Xəbər yetişdirirlər ona ki, Yezid Allah lənət eləsin. Ya səni Kəbədə, ya Mədinədə öldürəcək. Sənin üçün əmr verib artıq. Həzrət İmam Hüseyin əleyhissalam nə edir? Kəbənin ehtiramını saxlayır. Tezliklə Kəbəni tərk edir. Və Allahın evinin, hörmətin, izzətini saxlayır. Deyir, o Allah lənət eləsin, zalimdir. Mən isə Peyğəmbərin balasıyam. Və məni bu öldürəcəksə, bu evin müqəddəsliyi, bu evin qorunması, bu evi ki, Allah bizə tapşırır, bu evin ehtiramı itməsin. Və bu haram olmuş ayda bu işlərə ki, bu əl atıb, mən bu evi tərk edeyim. Yəni, insanlar öz canlarını fəda ediblər bu yolda ki, gələn insanlar da neynəsinlər? Bu yolda sabit qədəm olsunlar. Ona görə Kəbəni ziyarət edən insanlar və Kəbəni ziyarət eləməyən insanlar da o evin dəyərini, o evin gözəlliyini, o evin qanunlarına riayət eləməlidirlər. O insanlar ki, bu günləri var, deyir, mənim imkanım yoxdur, Kəbə evinə gedə bilmirəm. Mən həcci ziyarət edə bilmirəm. Elə insanlar var ki, elə işlər görərlər ki, Allah ona hacılıq adım verər. O əməli ilə Allah ona hacılıq adım verər. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 3 cür həcc ziyarətinə getmişlər var. Bir, ziyarətə gedənlər, onlar Kəbəni təvaf edib əməlləri icra edənlərdir. 1. İkinci, ziyarət eləyənlər, gecə gündüz onun eşqi ilə yaşayıb, və sonra oranı gördükdən sonra onu adi gözlə, baxışlarla, ondan ibadətdir. Elə bil ki, gəlib çatıb Kəbə evinə, gördü bu evi, baxdandan sonra belə bir dənə söz dedi. Amma mən buranı gördüm də dahi. Kəbələ buraymış, burada mən maraqlı şeylər axtarırım. Bəzi adamlar var, ticarət axtarır, bəzi adamlar var, dostluq axtarır. Hərə bir içində niyyəti var. Getdi, baxdı, onun üçün nə oldu yo? Adiləşdi. Və o ziyarəti də belə oldu. Üçüncü dəstə insanlar deyil, Allah Kəbəni onların evinə getirərlər. Onlar gecə-gündüz ona aşiqlər olar, amma gedə bilməzlər. Oraya yetişə bilməzlər. Hey ibadətlərində oranı istəyərlər, amma Kəbəyə gəlib çata bilməzlər. Ürəkləri Kəbə ilə olar. Ürəkləri həcc ziyarətində olar. İndi o insanlar ki, var qəlblərində ziyarətlədir, imkanları əl vermir ki, onlar o ziyarət edir. Onlar darıxmasınlar. Kəbə onları ziyarət edir. Əgər həqiqətən sən aşiqsən, həqiqətən sən o evi sevirsənsə, Allah o evi sənin özünə getirəcək. Və o evlə də səni misal çəkəcək ki, bu insan belə bir aşiq idi. Bu insan həqiqətən Allahın beytini qoruyan, Allahın beytinə hörmətlə yanaşan bir adam idi. Ona görə bu günləri o həcc ziyarətinə gedən insanlar, ibadət edən insanlar heç narahat olmasınlar. Peyğəmbərimiz buyurur ki, qiyamət qopmamışdan qabaq Allah bir neçə dənə kəramət, möcüzə ki var, o möcüzələri göstərəcək. Möcüzələrdən biri də odur ki, insanlar bütünlüklə Kəbə evini görəcəklər, öz qiblələrini görəcəklər, gözləri ilə görəcəklər. Orada dahi kasıb fəqir yox. Allahın nəzərində bütün insanlar istiqaməti Kəbə evin olacaq. Və dünyanın son əlamətlərində də var ki, bütün o dünyada fisq, füzul işlər görənlər, zalimlər, eynən zamanda şeytanın balası Dəccalın da gəlir ki, 2 dənə mərhələ var. Kəbə evindən və bir də ki, müqəddəs yerimiz bizim Kərbəla ziyarətindən olar ki, bu zalimlər o yerdən başlayarlar neynəməyə? Ortaya gəlməyə və insanları neynəməyə? Azdırmağa. Ona görə şeytan hər bir zaman ibadət eləyən insan, namaz qılan insanın xüsusən neyindədir, diqqətindədir ki, onu neynim azdırım, onu ibadətindən yayındırım, onu günahlara mürtəkib edim. Ona görə bugün dünyanın məsələlərində baxsaq, belə 313 nəfər adamı tapılmır.
Hərə bir dənə əməllə, bir dənə işlə azır, yolundan çıxır, bir dənə günaha müsadir olur. İnsanlarımız var, sonradan peşiman olur, dua edir, amma artıq o izi buraxdın, o səhvi buraxdın. Allah əfv eləyəndir, bağışlayandır. Amma o insan o səhvi buraxdı. 313 nəfər adam elə insanlar olmalıdır ki, onlar səhvlər buraxmasınlar. Məsum əleyhissalam elə bir şəxsiyyət idi ki, deyirlər, bütün peyğəmbərlərimizin məqamları ki var, o məqamların gözəllikləri əleyhissalamda idi. Əleyhissalam bəzi peyğəmbərlərdən üstün idi. Və üstünlüyünün mərhələsi bilirsiniz nə idi? Çünki o səhv buraxan bir kişi deyildi. O elə yaşayırdı ki, yaşadığı dönəmdə heç vaxt səhvə yol vermirdi. Və hər bir işi fikirləşirdi və deyirdi ki, bu əməlin aqibəti, bu əməlin razı-niyazı elə olmalıdır ki, bundan da artıq olmalıdır, bundan da razı-niyazda, ibadətdə dəqiq olmalıdır. Hər bir əməlin dəqiqliyini fikirləşirdi. Adam var ya, görürsən həyatında işlər gördükdə ona çox fikir verir. Çox dəqiqləşdirir onu. Amma ona vacib olan məsələlərin üzərində o qədər dayanmır. Bir adam var, ailə qurur. Evlənəcək ailə qurur. Qadın haqqında sorğu eləyir. Onun ailəsi, ətrafı haqqında o qədər onu dəqiqləşdirir ki, baxson vacib əməl qalıb o cürünə dəqiqləşdirmir onu. O qədər onun üçün sorğular aparır, o qədər onun haqqında fikirləşir. Peyğəmbərimiz deyir ki, dünya həyatı haqqında apardığınız sorğular müqabilində ən azından axirətiniz üçün də o qədər sorğu aparın. Ki, mən kiməm? Allah tərəfindən göndərilmişəm və mən hansı əməllərin sahibiyəm bugün? Və bu əməllərin dəyərlərinə nə qədər zümrük dəyər verə bilirəm? Və bu günləri, bu əgər əməllərimi mən dəyərləndirə bilirəmsə, bu əməllərimlə bu günləri mən özümə xoş gedən əməllərim çoxdursa, Allaha həmdü sənə aləqinə. Əgər baxsan görsən ki, əməllərin əksəriyyətində günah varsa, onda Allahdan əffini istəginən, bağışlanmağını istəginən. Ona görə Peyğəmbər buyurur ki, o insanlar ki var, onlar gecə-gündüz aşiq idilər. O ziyarətin aşiqindədirlər, Allah onları Kəbə evini getirir. Adam var, deyir ki, mən yuxuda neçə dəfə olub ki, mən təvaf eləmişəm Kəbəni. Yuxu aləmində təvaf eləmişəm Kəbəni. Bu nə deməkdir? Allah Teala ona öz röyasında nümayiş elətdirib ki, sən bu əmələ çatmısan artıq, bu məqama çatmısan. Sadəcə dünya həyatında, dünya imkanların yoxdur, sən oraya yetişə bilmirsən. Amma sən oraya yetişmirsən. İmam Sadiq əleyhissalam buyurur ki, Kəbə evinin təvaf eləyən zaman deyir, gördüm bir neçə adam qeybət edir. Kəbə evinin içində. Belə qeybət eləyəndə deyir, kişi dur ged ondan halallıq al. Amma bu Kəbə evində qeybət eləyir. İmam deyir, dedim, baxdım belə o adama, dedim, ibadətinin sonunda, sən Allahdan qorxmursan. Qorxsaydın, Allah qeybət haqqında Quranda ayətlər nazil edir. Peyğəmbərin Hüməzə surəsi qeybət edənlərin aqibəti haqqında buyurur, vay olsun o insanların aqibətinə ki, onlar öz qardaşlarının, öz yaxınlarının qeybətini eləyirlər. Onlar Allahdan qorxmurlar ki, onlar qeybət elədiyi insanların ölmüş ətini yeyirlər. Olmaz onların haqqında danışmaq. Və Peyğəmbərimiz buyurur ki, Kəbə evinin məqamı çox üstündür. İmam deyir, mən bunu gördükdə dedim ki, sən qorxmursan Allahdan. Kəbə evində bu işə əl atmısan və öz əməlini, halal, savab bir əməlini batilə çevirmirsən. Onun üçün Kəbə evində elə əməllər var ki, misalən, gün ərzində hər birimiz də, gün ərzində bir işin dalıca gedəndə, səhər durduqda neçə dəfə aynaya baxırıq. Aynaya baxırıq özümüzə, saçımızı, üstümüzü, bədənimizi düzəldirik, giyimimizi düzəldirik. Amma Kəbədə belə bir qanun yoxdur. Deyir, aynaya baxsan, sənin ehramın hökmü pozuldu. Sən qanuna bax. Çünki oranın ən gözəl aynası kimdir? Allah özüdür. Allah sənə özü bilir necə qarşılayır. Və özü bilir ki, sən hansı bir giyimdəsən. Orada aynaya baxmaq lazım deyil. Və baxsan əməlin pozulacaq, ibadətin pozulacaq. Bir əməl var ki, insanın əlində ağız qənət görərsən olar və yaxud hansısa həşərat olar, insan vurur onu öldürür əlini, bir-birinə vurur əlini öldürür. Bayırda, bocaqda, belədir də, çoxu onu qolmur ki əlindən, çox vaxt öldürürlər onu. Deyir, belə bir işə addım atsan, sənin ibadətin, ehramın pozuldu və həccün pozuldu. Görün, Allah nə qədər ədalət prinsipləri Kəbə evində qoyur, həcc ziyarətində qoyur.
Bir insan bu ziyarətə gəldikdə Allah insanın ibadətində bir daha onda məsuliyyətlər hissi yaradır. İnsan yox ha, bir heyvanı, həşəratı belə öldürə bilməzsən. Quranda insan öldürmək haqqında ayə buyurur ki, Maidə surəsinin ayəsində Allah buyurur ki, 32-ci ayəsində bir insanı öldürdün, bütün aləmləri, bütün insanları öldürmüşsən. İndi burada insan demir ha, həşərat deyir, həşəratı öldürsün, ağız qənəti öldürsün, böyük bir günah eləmiş hesabındasan. Eləmə yenə bu işi. Və Kəbə evin təvaf elədikdə o zikirləri yerinə getirginə. Əsas həcc əməllərində ləbbeyk, Allahümmə ləbbeyk bu sözləri deməklə, yəni ilahi sən çağırdın, mən səni ziyarətə gəldim. Yəni sən məni dəvət eləmisən və mən də gəlmişəm ilahi sənin ziyarətə. Yəni müqəddəs bir yerə qədəm qoymusan və müqəddəs yerdə də bu sözləri deməklə Allah sənə biraz da neyinir? Şərafət getirir. Siz baxın, ziyarətdə olan insanlar və yaxud gələn insanlarda Allah bir dənə nuraniyyət yaradır ki, bir dənə gözəllik yaradır ki, insan var ki, o nuraniyyəti saxlaya bilir. Şükürlər olsun. İnsan da var ki, yəni bayaq qeyd elədiyim kimi, şeytan hansısa bir günaha mürtəkib eləyir onu, öz-özünə sonra bəzən də etiraf edir ki, gerək mən bu işləri görməyəydim, bu işi eləməyəydim. Bəzən bu hallar nədən irəli gəlir? İbadəti eləməyən insanlar. Yəni namazın, orucun yerinə getirən insanlar, xumusun verən insanlar həmişə əməllərində diqqətlidirlər. Müqəddəs Ərdəbili Ərdəbil şəhərinin imam cüməsi olub. Böyük alimlərdən biri olub. Deyir, hər gün gələrdi sübh namazına, sübh namazından qabaq namazlar qılardı, dualar eləyərdi, razı-niyaz eləyərdi. Bir günlərdi, sübh azanı verildiydi, gəldi, meclisə daxil oldu, namazını apardı, imam cəmaat daxil, namazını apardı, namaz tutarından sonra başını qoydu səzdəgaha, başladı ağlamağa. O ağlamaq ta ki günorta namazına qədər. Bir dənə adam yaxınlaşa bilmir bu alimə ki, ustada ki, ağa, niyə ağlayırsan sən? Səcdədə başını qoyub, niyə ağlayırsan? Axırı oğlu baxır belə, görür ki, atadır, ağlayır, ürəyi dözə bilmir, deyir, ay ata, başına dönüm sən, niyə narahatsan sən, nə narahatçılığın? Bu boyda şəhərin imam cüməsi sən, cəmaat səndən narahatdır, niyə görə? Deyir, oğlum, hər dəfə sübh namazı daxil olmamışdan qabaq, mən məscidə gələrdim. Məsciddə heç kim olmazdı. Mən məscidə salam verərdim, namaz qılardım. Möhtərəm möminlər, məscidə daxil olduğunda, məscid boş olanda bilirsiniz necə salam vermək lazım. Məscid boşdur, deyirsən, Əssəlamu aleykum əyyuhən nəbi və rəhmətullahi və bərəkat. Bütün peyğəmbərlərə salam, çünki peyğəmbərlərin məqamı hardadır? Məsciddir. Onlar bizi bu hədəfə çağırıblar. Bizi hidayət edənlər peyğəmbərlərimizdir. Və məscidə daxil olanda bu salamı verirsən. Deyir, mən hər dəfə məscidə daxil olardım, peyğəmbərlərə salam verərdim və ibadət eləyərdim, müstəhəbi ibadətlər eləyərdim. Və cəmaat isə məscidə daxil olanda birinci adam kimdir məsciddə? Müqəddəs Ərdəbili. Kim daxil olacaq, bundan sonra gəlir. Amma deyir, necə oldusa, hansı yeməyi yedim, hansı sözü düz danışmadım, hansı əməli düz eləmədimsə, mən sübh namazına azan vaxtı durdum, gəldim məscidə. Demək, mən özüm müqəssirəm, təqsirkaram və özümdə axtarıram bunu ki, görürsən, mən neyi düz eləmədim, axtarıram, tapa bilmirəm və son ümidim Allahdan bağışlanmaqdır. Ki, mən buranın imam cüməsiyəm, yəni imam cümə cəmaat namazını aparıram, bu işlərin təşkilatçısı mənəm və bir gün mənim hesabatım ağır olacaq və mən öz məsuliyyətimi bilirəm nə qədər böyükdür və ona görə mən Allahla razı-niyaz edib bağışlanmağımı istəyirəm ki, niyə görə mən beləyəm? Yəni, insanlarımız olub, həyatda belə yaşayıblar. Öz kiçik səhvlərini böyük səhv kimi anlayıblar və Allahdan bağışlanmaqlarını hələ dünya həyatında istəyiblər. Ona görə hər ziyarətə insana saflıq, insana böyük bir məqam verməklə yanaşı, insana həm də məsuliyyət verir ki, bundan sonra insan daha da öz əməllərinə diqqətlə yanaşsın, daha da öz əməllərində fikirli olsun. Yəni ki, insan o əməlləri boşa sanmasın, bilsin ki, namazı gecikdirməyin nə qədər böyük bir məsuliyyəti var. Yəni, orucu qəzaya vermək olmaz. Yəni, sən məsuliyyətdə söz vermirsən Allaha. Bu adi insanlarla, yəni ibadət edən insanlarla sənin fərqin budur ki, sən Allaha söz vermirsən ki, ilahi, mən bundan sonra bütün əməllərdə sabit qədəm olacağım. Ona görə həcc ziyarətinin vacibliyi o demək deyil ki, insan getdi
təvaf elədi, ziyarət elədi, şəhəri gördü, Peyğəmbəri ziyarət elədi. Bunların hər biri insan üzərində məsuliyyətdir ki, gərək o məsuliyyətdə də insan sadiq ola. Allah bütün insanlarımızı bu ziyarətə sabit qədəm eləsin. İnsanlarımız hər biri Kəbə evini ziyarət eləməyə Allah imkanlar yaratsın və onu da qeyd edeyim ki, bu illəri Əmircan kəndindən 7-8 insan Kəbə evini ziyarət edəcək. Onlardan da bizim məscid yoldaşlarımızdan Seydəli və Elxan müəllim qardaşımız ziyarətdə olacaqlar, Kəbədə olacaqlar. Allah o qardaşların da ziyarətini qəbul eləsin və bütün insanlarımıza Allah Kəbə evini, məqamını, ziyarətini nəsil eləmək şərəfinə nail eləsin inşallah. Dualarımızın müstəcabə yetməyinə, Peyğəmbər və onun əhl-i beytinin sabit qədəm olmağına, zamanə imamının razı qalmağına bizdən səlavat zikr edir.